1 yaşında atasını itirən uşaq, 23 yaşında isə anasını da torpağa tapşırır. Həyatın ən ağır sınaqları ilə üz-üzə qalan həmin uşaq illər sonra milyonlarla insanın qəlbinə toxunan misraların müəllifinə çevrilir. O təkcə şair deyil, həm də bir dövrün yaddaşıdır. Bəs Nəriman Həsənzadənin həyatında çoxlarının bilmədiyi hansı hadisələr yaşanıb? Bugün onun haqqında ən maraqlı faktları birlikdə öyrənəcəyik. Həyat yoldaşın varsa, heç kəs sənə bata bilməz. Qadın bir növ ana əvəzidir kişinin. Ancaq qadını itirəndə kişi tək qalır. Kişi qəribədir. Mənə elə gəlir ki, həmişə tək. Qadın yoxsa təkdir. Qadın kişinin arxasıdır, dayağıdır. Ancaq həyat bir də görürsən getdi, yoxdur. Qadını döyən kişilər də var. Mənə elə gəlir o öz taleyini döyür. Öz taleyini. Elə də şey olarmı? Olmaz. Qətiyyən olmaz. Mən bilirəm nədir qadın, ailədə. Qadınsız həyat yoxdur. Qadınsız həyat zülmətdir. Nəriman Əlməmmədoğlu Həsənzadə 18 fevral 1931-ci ildə Ağstafa rayonunun Poylu qəsəbəsində dünyaya gəlib. O uşaqlıq illərində həyatın ən ağır zərbələrini alıb. Cəmi 1 yaşı olarkən atasını, 23 yaşında isə anasını itirib. Bəlkə də elə buna görə onun şeirlərində həsrət, sevgi, ayrılıq və insan taleyi bu qədər səmimi hiss olunur. Nəriman Həsənzadə 1949-cu ildə Gəncə, köhnə adı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olur. 62-65-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında oxuyub və Azərbaycan-Ukrayna ədəbi əlaqələri 41-45 mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olub. Sonralar isə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinə öncə müxbir üzv, sonra isə həqiqi üzv, yəni akademik seçilib. Deməli, qarşımızda təkcə lirik şair yox, həm də dərin elmi təfəkkürə malik bir ziyalı dururdu. Təhsilini başa vurduqdan sonra hərbi xidmət keçir. Daha sonra isə Moskvada 2 illik ali ədəbiyyat kursunda oxuyur. Bu təhsil onun yaradıcılığına ciddi təsir göstərir. Maraqlıdır ki, Nəriman Həsənzadənin həyatı təkcə poeziya ilə də yox, həm də qalmaqallarla yadda qalır. Onun Kimin sualı var poeması Sovet dövründə ciddi tənqid olunmuşdu. Şair sonralar müsahibələrinin birində həmin əsərin ailəsinə ağır təsir göstərdiyini, həyat yoldaşının yaşadığı stressdən sonra səhhətinin pisləşdiyini bildirib. Onun həyatında çoxlarının bilmədiyi daha bir maraqlı hadisə də var. Nəriman Həsənzadə müsahibələrində bildirib ki, oxucularından çoxlu məktublar alırdı. Xüsusilə qadın pərəstişkarlarından gələn bəzi məktubları heç açmadan kənara qoyurdu. O hesab eləyirdi ki, ailə sədaqəti hər şeydən üstündür. Nəriman müəllimin məşhur şair Nazım Hikmətlə bağlı da maraqlı hekayəsi var. Məlumata görə böyük türk şairi Nazım Hikmət Nəriman Həsənzadəyə xüsusi rəğbət bəsləyib və ona ev hədiyyə eləyib. Bu hadisə Azərbaycan və Türkiyə ədəbi əlaqələrinin maraqlı nümunələrindən biri hesab olunur. Nəriman Həsənzadənin şöhrəti Azərbaycan sərhədlərini çoxdan aşıb. Onun Vətənsiz poeması 2009-cu ildə Rumuniyada, Nuru Paşa poeması isə Türkiyənin 9 aylı jurnalında dərc olunub. Elə həmin il 2009-cu ildə Türkiyədə keçirilən Kayseri Poeziya günlərində yüksək təəssüratlar və mükafatlarla qayıdıb. İlin şairi elan olunub. Nuru Paşa at belində Türkiyədən Karsdan gəlir. Azərbaycan deyə yaralanmış Aslan gəlir. Erməninin xəyanəti Ruslan gəlir, Farsdan gəlir. Qara geysin anam bacım yaddan gəlir. Nəriman Həsənzadənin həyatında ən böyük ilham mənbələrindən biri həyat yoldaşı Sara xanım olub. Təbii ki, Nəriman müəllimin həyatından danışıb Sara xanımla söz açmasam düz olmazdı. Onların sevgi hekayəsi tələbəlik illərində Gəncədə başlayıb. Gənc şair Sara xanıma vurulur və bu tanışlıq zamanla ömürlük bir sevgiyə çevrilir. Onlar ailə qurduqdan sonra Sara xanım Nəriman Həsənzadənin təkcə həyat yoldaşı deyil, həm də ən yaxın sirdaşı, ən böyük dayağı olur. Şair müxtəlif müsahibələrində dəfələrlə etiraf edir ki, yazdığı sevgi şeirlərinin böyük hissəsinin ilham mənbəyi məhz Sara xanım idi. O, həyat yoldaşını ömrümün ən böyük hədiyyəsi adlandırırdı. Onun sevgisinin və qayğısının yaradıcılığına güc verdiyini deyirdi. Hətta Nəriman müəllim müsahibələrinin birində sağlığında başqa gözəllərə də şeir yazdığını, amma sonralar buna peşman olduğunu deyib. Uzun illər eyni həyatı bölüşən bu cütlüyün sevgisi zaman keçdikcə daha da möhkəmlənmişdi.
Nəriman Həsənzadə tez-tez vurğulayırdı ki, insanın həyatda qazandığı ən böyük sərvət vəzifə və ya şöhrət deyil, yanında onu anlayan, hər çətin gündə əlindən tutan bir ömürgün yoldaşıdır. Lakin tale onları ağır sınaqla üz-üzə qoydu. Sara xanımın vəfatı şair üçün həyatının ən böyük itkilərindən biri oldu. O bu ayrılığı heç vaxt gizlətmirdi. Müsahibələrində deyirdi ki, evə qaydanda yaranan səssizlik, boş qalan otaqlar və Sara xanımın yoxluğu onun üçün sözlə ifadə olunmayacaq qədər ağır idi. Məhz həmin ağrı Nəriman Həsənzadənin son illərdə qələmə aldığı bir çox kövrək misralarda öz əksini tapdı. Ölümlə bitmədiyini, Sara xanımın xatirəsinin hər zaman ürəyində yaşayacağını yazırdı. Şair üçün bu sevgi sadəcə bir ailə hekayəsi deyildi. Bu ömrünün sonuna qədər davam edən sədaqətin, hörmətin və əsl məhəbbətin simvolu idi. Bəlkə də buna görə Nəriman Həsənzadənin sevgi şeirləri bu qədər səmimi səslənir. Çünki o sevgini sadəcə yazmırdı, onu yaşayırdı. Mən səni həyatda daşa dəyişdim, torpağa dəyişdim, məzara döndün. Mən öz baharımı qışa dəyişdim. Çinara dönmüşdün, hasara döndün. Bir ana bəndimiş bu əbədiyyət. Duydum buza dönən nəfəsimi də. Anamı əlimdən alan təbiət gözü götürmədi, aldı səni də. Sənin yastığına baş qoyub yatan, səni yatızdıran, səni oyadan, səni ər eləyən, ata eləyən, oğul qız böyüdüb uşaq bəliyən, odur, o xanımdır, o işıq onur. İndi köç kərvanı yol üstə durur. O sənin yanında səndən uzaqdır. Bu haqsız dünyada bu sevdə haqdır. Yanında çox otur, üzünə çox bax. Doyunca qulaq as, qonan uçacaq. Niyə fikirdirsən, gülək bəxtəfər. Nəriman Həsənzadə təkcə şair olmayıb, o dramaturq, alim, pedaqoq, deputat və dövlət xadimi kimi də fəaliyyət göstərib. Uzun illər dövlət və mətbuat sahəsində mühüm vəzifələrdə çalışıb. 2005-ci ildə xalq şairi fəxri adına layiq görülüb. Daha sonra isə Şərəf, İstiqlal və Heydər Əliyev ordenləri ilə təltif edilib. 95 yaşında belə onun adı Azərbaycan ədəbiyyatının zirvəsində çəkilir. 2026-cı ildə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Nəriman Həsənzadəni 95 illik yubileyi münasibəti ilə təbrik edərək onun Azərbaycan ədəbiyyatına böyük töhfələr verdiyini vurğulayıb. Ancaq həyat bir də görürsən getdi, yoxdur. Dağlara çən düşdü, xəbər tutmadın. Saçma dən düşdü, xəbər tutmadın. Ayrıldıq gen düşdü, xəbər tutmadın. Yaman dillərə mi tapşırdın məni? Nəriman Həsənzadə yalnız kabinetdə yazıb yaratmayıb, o ölkəsinin tali yüklü anlarında da fəal iştirak edib. 90-95-ci illərdə Azərbaycanda deputat olub və bax budur ən maraqlı məqam. Azərbaycan öz müstəqillik aktına qol çəkən deputatlardan biri məhz o olub. Bundan başqa 91-2001-ci illərdə Mətbuat və İnformasiya Nazirinin birinci müavini vəzifəsində çalışıb. Yəni, o bir tərəfdən şeir yazıb, digər tərəfdən dövlətin mətbuat siyasətini formalaşdırmaqda iştirak edib. Onun yaradıcılığının əsas mövzuları vətən, insan, sevgi, vicdan və digər dəyərlərdir. Məhz buna görə də müxtəlif nəsillər onun şeirlərində özünü tapır. Durur ayrıldığım kölgəli çınar, durur Gəncədəki bizim institut. Xəyalım bir yerdə tutmadı qərar, illəri andırdı bir anlıq sükut. Nə eləyim, unutmur insan ürəyi, yaşadım dünyadan könlü yanıqlı. Düz 4 il geyindim köynə pencəyi, qolu gödək oldu, boynu yamaqlı. O pencək sağladı məni soyuqdan, doğru danışmağı çoxu ar bilir. Əynindən çıxarıb vermişdi atan, heç kəs bilməsə də, qonşular bilir. Nəriman Həsənzadə təkcə şeirləri ilə deyil, dramaturgiyası ilə da tanınıb. Onun əsərləri əsasında hazırlanan Bütün Şərq bilsin, Atabəylər,
Pompeyin Qafqaza yürüyüşü və Nabat xalanın çörəyi kimi tamaşalar teatr səhnələrində böyük rəğbətlə qarşılanıb. Düşünün, eyni adam həm Qafqaz kimi epik poema yazır, həm də tarixi hökmdarlar haqqında dram əsərləri qələmə alır. Bu qədər geniş yaradıcılıq diapazonu Azərbaycan ədəbiyyatında hər şairə nəsib olmayıb. Bu dünya nərdivandır. Qalxanda mehribandır, enəndə nə yamandır. Görüşdük pillələrdə, yolun yarısında biz. Sən qalxırdın bu zaman, mən enirdim xəbərsiz. Səni arzularına qaldırdı nərdivan. Məni xatirələrə endirirdi bu zaman. Birimiz gün çıxana, birimiz gün batana. Qalxa bilməzdim daha, nə o güc, nə o qüvvət. Sən də enə bilməzdin, haqlı, haqsız vermişdi öz hökmünü təbiət. Gərək ya heç bu görüş düşməyək dəriyə, ya sən əvvəl gələydin, ya mən sonra dünyaya. Keçən dəfə bir söz oxumuşdum. Deyir, səni xatırlayan ən sonuncu adam da öləndən sonra sən artıq yaşamamış olacaqsan. Bəzən bir insanın isə ömrü bütöv bir xalqın yaddaşına çevrilir. Nəriman Həsənzadə də məhz belə insanlardandır. Onun misraları illər keçsə də yaşayır və yaşayacaq. Çünki o sadəcə şeir yazmayıb, insanların hisslərini sözə çevirib. Beləcə gedəydik, çıxıb gedəydik. İkimiz hardasa gözdən itəydik. Nə sən deyirdin ki, gecdi ged artıq, nə mən deyirdim ki, dayan azarıq. Nə səndən hardasan soruşaydılar, nə mənim işimə qarşıydılar. Yenə danışaydın, yenə güləydin, mənim gözlərimdə güzgülənəydin. Sən dərsdən qalaydın, mən işdən. Ancaq dərsdə də, işdə də, hər şeydən qabaq, sənin qiymətini düz yazaydılar, mənim maaşımı tez yazaydılar. Bir insanın həyatı boyu topladığı təltiflərə baxanda onun ölkəsi üçün nə qədər dəyərli olduğunu görmək olar. Nəriman Həsənzadə 81-ci ildə əməkdar incəsənət xadimi, 2005-ci ildə xalq şairi, 2001-ci ildə Şöhrət ordeni, 2011-ci ildə Şərəf ordeni, 17-ci ildə Heydər Əliyev mükafatı, 21-ci ildə İstiqlal ordeni, 2026-cı ildə Heydər Əliyev ordeni ilə təltif olunub. Son orden ona ölümündən cəmi bir neçə ay əvvəl, 2026-cı ilin fevralında 95 yaşı tamam olanda təqdim olunub. Yəni, dövlət onun xidmətlərini son nəfəsinə qədər yüksək qiymətləndirib. Sən məni bu qədər gözlətməmişdin. Belə qoymamışdın gözümü yolda. Bu qədər özünü gizlətməmişdin, gizlampaç oynayan vaxtımızda da. Hayana getsən də dönmüşdün yenə. Qayıdıb gəlmişdin mənsiz darıxıb. Bu dəfə bilmirəm nə olub sənə. Gedibsən, qayıtmaq yadından çıxıb. Qalıb evimizdə palın, paltarın, tələsik gedəndə kimə deyibsən? Qapının ağzında başmaq tayların, yolda ayağına bəs nə geyibsən? Solub piyanonun üstündə güllər, təzə pərdələri yandırıbdı gün, sənin bişirdiyin o mürəbbələr içilib qutardı. Hardasan özün? Bu axşam qəribə bir his keçirdim, nə tez ömür ötdü, yaş 50 oldu. Sənin ad gününü sənsiz keçirdim, şəklin yeganə təsəlli oldu. Şirin söhbətindən olmayıb doyan, çağır, qonşuları doyunca gülək, mənsiz gördünüzmü, dözmür Nəriman, sənə qurban olum, sən görmədin tək.